Türkiyə-Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və bunda Amerika prezidenti Donald Trump'ın oynadığı rol regionda sabitliyi istəməyən qüvvələri hərəkətə keçirib. Global Info xəbər verir ki, Aubrey Belfort və Adam Klasfeld adlı Amerikalı müəlliflər Trump'ın Türkiyə sevgisinin səbəbi məzmunlu məqalə dərc ediblər. Məqalədə iddia edilib ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Trump administrasiyasına qeyri-adi dərəcədə güclü təsirə malikdir. Bunun arxasında oliqarxlar və milyonlarla dollarlıq sövdələşmələr dayanır. 2017-ci il yanvarın 19-da Trump'ın inaugurasiyasından bir gün əvvəl Washingtondakı Watergate otelində gizli görüş keçirilib. Görüşdə 4 əsas şəxs iştirak edib. Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu, lobbiçi və Trump'ın inaugurasiya komitəsinin sədr müavini Brian Ballard, Ukraynada doğulmuş və Trump'a dəstək təşəbbüslərinin əsas donorlarından olan, görüşü təşkil edən Lev Parnas, Türk-Azərbaycanlı dəniz daşımaları maqnatı Mübariz Mənsimov. Parnasın sözlərinə görə, Mənsimov Türkiyə prezidentinin ailəsinə 25 milyon dollar dəyərində neft tankeri hədiyyə edib və şəxsi təyyarəsindən Ərdoğanın istifadə etməsinə imkan yaradıb. Müəlliflər yazır ki, görüşdə Türkiyənin və onun lideri Ərdoğanın xeyrinə ABŞ-da lobbiçilik üçün milyonlarla dollarlıq 2 müqavilə müzakirə olunub. Ərdoğan-Trump xəttinin əsas vasitəçiləri keçmiş Sovet respublikaları ilə bağlı iş adamları və oliqarxlardır. Ballardın lobbiçilik müqavilələri Parnasın, Mənsimovun və ABŞ Xəzinə Departamenti tərəfindən Putinlə yaxınlığı səbəbindən Rus oliqarxı kimi tanınan Fərhad Əhmədovun dəstəyi ilə əldə olunub. Trump'ın inaugurasiyasından 2 gün sonra Azərbaycanlı oliqarx Fərhad Əhmədov dünyanın ən böyük yaxtalarından olan 117 metrlik Luna ilə Miamiyə gəlib. Əhmədov həm Türkiyə-Rusiya münasibətlərində, həm də ABŞ-Türkiyə arasında vasitəçilik edib. Statın sonu. Yazını ətraflı şərh bölümündəki linkdən oxuya bilərsiniz. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.